Salam, hər vaxtınız xeyir. Bugün 7-ci sinif Respublika fənn müsabiqəsinə hazırlaşan şagirdlər üçün Camal Kərimovun 30 sınaq toplusundan olan sınaq 1-in izahını paylaşıram. Xeyrini görəsiz inşallah. Nə sualınız olsa, telefon nömrəmi aşağıda yerləşdirmişəm. Ora suallarımı WhatsApp-dan sualları ünvanlaya bilərsiniz. Birinci sualım nədir? Hansı sırada şəkildə verilən hissələr doğru qruplaşdırılıb? Deməli, birinci baxın burada verilən hər birinin adını yazıram. Məsələn, bu orqandır. Hansı orqandır? Böyrəkdir. Ona görə biri orqan götürürük. Baxırıq, orqan verilənlərin sırasında bir orulan B variantında var, bir də C variantında var. Biraz böyüdək. Sonra baxıram 2 yenə orqandır, ağciyərdir. Baxıram 2 olan yalnız C variantındadır hələkilik. 1, 2, 1, 2 və 4. Sonra baxıram 3-cü eritrositdir. Eritrositlərimiz hüceyrədir. Hüceyrə olan 3 olan yalnız C variantında verilib. Ona görə doğru cavab C variantı uyğun gəlir. Nədir? Baxırıq 3 eritrosit, 5 yumurta hüceyrə, 6 neyron sinir hüceyrəsidir. Doğrudur. Hər 3 hüceyrəyə aiddir. Toxumalara 7, 8 və 9 toxumadır. Sümük toxuması, sayı əzələ toxuması və sinir toxuması 7, 8, 9 orqanlarımızda 1, 2, 4, dördüncü də beyin olmuş oldu. Doğru cavabımız C variantıdır. Hansı həm hüceyrə, həm də orqanizm səviyyəsinə aid oluna bilər. Bu elə bir hüceyrə olmalıdır ki, bununla artıq quruluş səviyyəsi tamamlansın. Bu hansı hüceyrədir? Vəba vibrionu. Niyə? Çünki bir hüceyrəli orqanizmlər, uşaqlar, bir hüceyrəli orqanizmlər növbəti quruluş səviyyəsini yaratmır və bunlar hüceyrə səviyyəsində quruluşlarını tamamladıqlarına görə bunlar həm də hüceyrə səviyyəsində orqanizm hesab olunur. Burada da qamet hüceyrədir, ziqot hüceyrədir, sonradan bu toxumanın tərkibinə daxildir, neyron sinir toxumasının tərkibinə daxildir. Amma vəba vibrionu bakteriyadır. Bakteriyalar bir hüceyrəlidir və hüceyrə səviyyəsində orqanizm hesab olunur. Aşağıdakı şəkildə əsasən X-in yerində yazılmalıdır. Baxırıq. Deməli, hüceyrə, toxuma, X orqanlar sistemi və orqanizm. Bizdən də X-i soruşduğuna görə biz X-i nə götürürük? Orqan götürürük. Hüceyrə, toxuma, orqan. Cavab D variantı olur. Sonra baxırıq növbəti suala. Hansı hüceyrə orqanoidində canlıların bütün aləminin nümayəndələrində rast gəlinir? Baxırıq, mitoxondri bu elə bir orqanella olmalıdır ki, bu orqanella yazılır yeni kitablarda. Bu orqanella həm bakteriyalarda, həm bitki, həm heyvan, həm də göbələklərdə rast gəlinsin. Bu da ribosom orqanellasıdır. Və digər orqanellalar mitoxondri və plastlərə təkcə bitkilərdə rast gəlinir. Mitoxondri evkaryot orqanizmlərdə rast gəlinir. Vakul isə bitki və heyvan hüceyrələrində rast gəlinir. Eləcə də göbələk hüceyrəsində rast gəlinir. Ancaq bakteriya hüceyrəsində rast gəlinmir. Baxırıq 5-ci sual. Bir bakteriya növünün olduğu mühit temperaturunun müəyyən bir müddətdəki say artımı aşağıdakı qrafikdə verilmişdir. Uşaqlar, bakteriyaların say artımı təqribən 30 və 50 dərəcə temperatur arasında daha sürətli olur. Aşağı temperaturda və çox yuxarı temperaturda bakteriyalar əlverişsiz mühitə keçir və spor halı vəziyyətini alır, spor əmələ gətirir. Ona görə doğru cavab elə bir cavab götürməliyik ki, 50 dərəcəyə qalxdıqda təqribən 50 dərəcə, 20 və 30 dərəcə temperatur bunun içərisində olduğuna görə, baxın, burada 2 ilə 3 aralığı və 5 ilə 6 aralığı eyni varianta uyğun gəlir. Yəni, burada artıq 50 dərəcədə maksimum temperatura yaxındır və bakteriyalar spora keçməyə başlayır. 70 dərəcə çox yüksək temperatur olduğuna görə bakteriya artıq spor halındadır. Ona görə doğru cavab götürürük A variantı 1 və 2. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Bitki hüceyrəsi, 3-cü ortaq xüsusiyyət, 2-ci heyvan hüceyrəsi. Baxırıq, nazik xarici qılaf heyvan hüceyrəsindədir. Ona görə A-nı yazırıq 2-yə. Sonra plazmatik membran. Biz bilirdik ki, plazmatik membran bütün aləmin nümayəndələrində xarici qılafın altında yerləşirdi. Ona görə B-ni yazırıq ortağa. Sonra hüceyrə divarı bitki, göbələk və bakteriya hüceyrəsi üçün xarakterik olan qılafın xarici quruluşuydu. C-ni yazırıq bura. Ribosom bütün həm bitki, həm heyvan, həm bakteriya, həm də göbələk hüceyrəsində rast gəlinirdi. D-ni də yazırıq bura. Sonra Y nüvə həm bitki, həm də heyvan hüceyrəsində rast gəlirdi. Ona görə doğru cavabımıza baxırıq. C, B, D, Y. Doğru cavabımız olur A variantı. Sonra keçirik növbəti sualımıza. Şəkildə verilən canlının aid olduğu aləmin nümayəndələri haqqında hansı fikir yanlışdır? Şəkildə əks olunan canlımız bizim bakteriyadır.
Bakteriyalar bilirdik ki, sporlar çoxalırlar. Xeyr, yanlışdır. Bakteriyalar, baxın burada da şəkil verilir. Bakteriyalar əlverişsiz şəraitdə spora çevrilir. Bakteriyalar da spor çoxalma orqanı deyil. Onları sadəcə olaraq ətraf mühitin əlverişsiz şəraitindən qoruyan bir vasitədir. Ona görə elə yanlış cavabımız A variantı. Bitkilərdə parazit eləyə bilər, doğrudur. Heyvanlarda parazit eləyə bilər, doğrudur. Vitaminlərin sintezində bəzi bakteriyalar bizim orqanizmimizdə, insan orqanizmində yaşayaraq K və B qrupu vitaminlərini sintez edir. Aşağıda hüceyrə haqqında hansı fikir yanlışdır? Hüceyrəmiz yumurta hüceyrədir, ixtisaslaşmış hüceyrədir, qametdir, qadın bədən hüceyrələrində rast gəlinir, yumurtalıqlarda yaranırdı. İnsan orqanizmində ən kiçik hüceyrədir, bu yanlışdır. Yumurta hüceyrə insan orqanizmində böyük hüceyrədir. İrsi məlumatları daşıyır, bəli, qametlər irsi məlumatı daşıyırlar. Diş orqanizmə aiddir, bəli, cins hüceyrədir, bəli, aiddir. Ona görə yanlış cavab A variantı olmuş olur. Aşağıdakı proses, bax gördüyümüz kimi aşağıdakı proses spor əmələ gətirmə prosesidir. Bakteriyanın çoxalması deyil, bakteriyanın qidalanması deyil, maya göbələyin çoxalması deyil, bakteriyanın spor əmələ gətirməsi prosesidir. Sonra mikroskopun hissələrini birləşdirir. Mikroskopun hissələrini birləşdirirdi uşaqlar, ştativ birləşdirirdi. Mikroskopun hissələrini ştativ. Ancaq desəydi ki, okulyarla aşağıda obyektivi bir-biri ilə birləşdirir. Burada da okulyar yerləşir. Okulyarla obyektivi birləşdirən hissəni, bu da olur onun necə hissələri, deməli, böyüdücü hissələri. Bu hissələri necə adlandırırdıq? Bu hissələr mikroskopun böyüdücü hissələridir və bu böyüdücü hissələrdə birləşdirən hissənin adı tubus olmuş oldu. Sonra gəlirik şəkildəki X-in yerinə nə yazılmalıdır? X-imiz spordur. Spor əmələ gətirir. Necə yaranırdı? Uşaqlar, xarici qılafın plazmatik membranın altında bir hissə plazmatik membrandan ayrılaraq daxilə doğru ayrılırdı və onun ətrafında həm hüceyrədir var, həm də plazmatik membran əmələ gəlirdi. Və bakteriya nəyə çevrilirdi? Spora çevrilirdi. Hansı orqanoiddə bütün canlı aləmin nümayəndələrinin hüceyrələrində rast gəlinir? Elə cavab C variantı, yəni ribosomdur. Başlanğıc sayı 3 ədəd olan bakteriya 2 saat ərzində maksimum sürətlə deyirsə uşaqlar, elə götürür neçə dəqiqə? 20 dəqiqə ərzində. Çünki bakteriya ya 20 ya da 30 dəqiqədən bir bölünür. Əgər maksimum sürətlə bölünürsə 20 dəqiqə ərzində, minimum sürətlə bölünürsə 30 dəqiqə ərzində bölünməyə məruz qalır. Bu zaman ərzində sonuncu bölünməyə bir bakteriyanın neçə fərdi məruz qalır? Uşaqlar çox vaxt bakteriya məsələlərində çətinlik çəkir. İndi diqqətlə izahıma qulaq asaq. Əgər bakteriyanın başlanğıc sayı 2 dənə üsulla izahını sizə deyəsiyəm. Əgər bakteriyanın başlanğıc sayı 3 ədəddirsə, baxırıq 3 bakteriya 2 saat ərzində bölünür. Baxın, 3 bakteriyadan biz bilirik ki, hər dəfə sayı 2 dəfə artır. Yarandı 6 bakteriya, bu 20 dəqiqədir. Sonra 6 bakteriyadan yarandı 12 bakteriya, 12 bakteriyadan yarandı 24 bakteriya. Baxırıq, burada 20, burada 20. 1 saatımız bitdi. Bizə hələ 2 saat lazımdır. Sonra 20, 48, sonra 48-i 2-yə vuranda 96, 96-nı da 2-yə vuranda 192. Baxın, burada da 20, 20, 20. 2 saatda burada bitdi uşaqlar. 20 dəqiqə, 20 dəqiqə, 20 dəqiqə. Burada da 1 saat oldu. Deməli, 2 saat ərzində 192 bakteriya əmələ gəldi. Amma mənə deyir ki, sonuncu bölünməyə. Baxırıq, burada sonuncu bölünmə hansıdır? Baxın, sonuncu bölünməni 96 bakteriya həyata keçirib. Sonuncu dəfə bölünüb. Sonuncu bölünməyə deyil, bir bakteriyanın neçə fərdi məruz qalır? Əgər 3 bakteriyanın sonuncu bölünməyə, baxın, əgər 3 bakteriyanın sonuncu bölünməyə 96 fərdi məruz qalıbsa, bəs bir bakteriyanın sonuncu bölünməyə neçə fərdi məruz qalar? X də bərabərdir, 96-nı 3-ə bölürük. Cavab alınır, 96-nı 3-ə böləndə alınır 32. Deməli, cavabımız nə variantı olur? A variantı olmuş olur. Biz götürürük cavabımıza A variantı. Sonra uşaqlar davam edirik. İkinci üsul necədir? İkinci üsul necədir? Mən bilirəm ki, uşaqlar, məsələn, düsturumuz belə idi. Düsturumuz n bərabərdir. n0 vurulmuş 2 üstü n. N mənə nəsil sayını və yaxud 20 və 30 dəqiqələrin sayını bildirir. Əmələ gələn bakteriyamı bilmirəm. Amma əvvəlki bakteriyamın sayını bilirəm ki, 3 ədəddir. Vurulsun 2 üstü. N-imiz nəyə bərabər idi? Böyük T bölünmüş kiçik T-yə. Böyük T bölünmüş kiçik T. Böyük T məsələdə verilən vaxt, kiçik T isə 20 dəqiqədə. Məsələdə verilən vaxt 22 saatdır. 2 saatımız eləyir bizim 120 dəqiqə. 120-ni bölürəm 20-yə. Deməli, N-imiz neçəyə bərabərdir? 2 üstü 6-ya bərabərdir. Deməli, kiçik N-imiz, yəni nəsil sayımız.
üzr istəyirəm. N bərabərdir. 3 vurulmuş 2 üstü 6 64 olur. O da bərabər edir 192. 192 bakteriyanın əmələ gəlməsi üçün əvvəlki bakteriyanın sayı neçə olmalıdır? Əvvəlki bakteriyanın sayı mən bilirəm ki 192-ni bölməliyəm 2-yə. Cavab alınası 96. Deməli 96 bakteriya bölünməlidir ki 192 bakteriya əmələ gəlsin. İndi başlanğıc bakteriyamda bilirəm 3 başlanğıc bakteriya olanda və axırıncı bölünməyə 96 bakteriya məruz qalırsa, bir bakteriya olanda neçə bakteriya məruz qalar? O da eləyəcək 32. Aydın oldu. Sonra bakteriya hüceyrəsinin sitoplazması xaricdən bilavasitə nə ilə əhatə olunur? Sitoplazma xaricdən təbii ki, baxın hüceyrə divarı idi, onun altında plazmatik membran idi, daxildə sitoplazma idi. Sitoplazma xaricdən nə ilə əhatə olunur? Plazmatik membranla cavab olur C variantı. Keçirik 15-ci suala. 15-ci sualda nə deyir? Cədvələ əsasən x plus y-in qiymətini tapın. Başlanğıc bakteriyamın sayı 6 ədəddir. 6 bakteriya 1 saat ərzində bölünür. 12, 24, ondan da əmələ gəlir 48. İndi mən nə deyir? 3-cü bölünməyə məruz qalan bakteriyaların sayı. 1-ci bölünmə, 2-ci bölünmə, 3-cü bölünmə. 3-cü bölünmə üçün neçə bakteriya bölünüb? 24 bakteriya. Demək, x-imiz neçəyə bərabərdir? 24-ə bərabərdir. Düzdür? İndi sonra mən deyir ki, y-imiz 3-cü bölünməyə məruz qalan yenə bakteriyaların sayını tapmalıyıq. İndi x-i tapdım 24. 24 2 saat ərzində deyir. Amma mən 3-cü bölünməyə məruz qalanın sayını tapsam mənə kifayətdir. 24, 48, 96. Bu 24 bakteriya 1-ci bölünməyə məruz qalıb, 48 bakteriya 2-ci bölünməyə məruz qalıb, 96 bakteriya isə 3-cü bölünməyə məruz qalıb. Mən heç 2 saatı tamamlamıram. Çünki məsələ burada məndə yekunlaşır. 96. Deməli 96 bakteriya 3-cü bölünməyə məruz qalıb. Bura tapdım cavabı neçə? 96. Məndən də 96 ilə 24-ün cəmini soruşduğuna görə cavabımız olur, üzr istəyirəm. Cavabımız olur 120 C variantı. Sonra həqiqi ölçü 0,3 mm olan cisim şəkildəki mikroskop altında 1,8 cm görünür. Bu mikroskopunun obyektivinin üzərində yazılan ədədi tapın. Yadımızdaydısa düstur var idi. Kitabımızda necə tapırdıq? Deyirdik ki, faktiki ölçü bərabərdir şəkil ölçüsü böl mikroskopun böyütmə dərəcəsi. Birinci mənə burada nə verilib? Baxın, faktiki ölçü verilib. Faktiki ölçüm 0,3 mm-dir. Bərabərdir. Baxın, burada 1,8 cm millimetrə çevirirəm. 1,8 cm-imiz neçə millimetrdir? 18 millimetrdir, düzdür? 18 millimetrdir. 18 millimetrdir. 18-i bölürəm neçəyə? 18-i bölürəm böyütmə dərəcəsinə. Böyütmə dərəcəsini. Böyütmə dərəcəsini necə tapırıq? Böyütmə dərəcəsi bərabərdir 18 böl 0,3. O da sıfırlar gedir. Qalır 1803-ə böləndə 600. Deməli, mikroskopun böyütmə dərəcəsi 600-ə bərabərdir. Bəs mikroskopun böyütmə dərəcəsi nəyə bərabər idi? Mikroskopun böyütmə dərəcəsi bərabərdir okulyar vurulsun obyektiv. Mənim mikroskopun böyütmə dərəcəsi 600-dür. Okulyarın üzərində gördüyümüz kimi yazılan ədəd 15-ə bərabərdir. Obyektivin üzərində yazılan ədədi soruşduğuna görə vur obyektiv. Riyazi üsuldan istifadə edək, tənlikdir. Obyektiv də bərabərdir nəyə? 600-ü bölürük. 600-ü bölürük 15-ə. 600-ü də 15-ə böləndə cavab 40 alınır. Deməli, cavabımız neçə oldu? Cavabımız 40 olmuş oldu. Sonra hansı bənddə xəstəliklərin adı və onların türətdiyi bakteriyaların forması düzgün göstərilmişdir. Angina bəli koklar vasitəsilə yoluxurdu, difteriya idi, taunu idi. Sonra bəzi bakteriyalar, məsələn vərəmdir, bunlar çöp şəkilli, yəni basillər vasitəsilə yoluxurdu. Vəba xəstəliyi yadımızdadır, şəkil var idi kitabda. Vəba xəstəliyi vergül şəkilli bakteriya ilə yoluxurdu. Doğru cavab A variantı. Hansı aləmin və ya aləmlərin avtotrof nümayəndəsi yoxdur? Bitkilərdə mütləq var. Bakteriyaların avtotrof nümayəndələri mütləq var. Heyvanlarda da avtotrof nümayəndələr var. Doğru cavab olur 2. Yəni, göbələklərdə avtotrof nümayəndələr yoxdur.
Sonra hansı elm sahəsi orqan və orqanlar sisteminin funksiyalarını öyrənir? Funksiyaları öyrənən elmin adı uşaqlar fiziologiyadır. Anatomiya daxili quruluşu öyrənir, mikrobiyologiya xırda mikroorqanizmləri öyrənir, genetika irsi dəyişkənlikləri öyrənir. Bitki hüceyrəsindən fərqli olaraq 20-ci sual göbələk hüceyrəsində olmur. Leykoplast uşaqlar göbələk hüceyrəsində heç vaxt nəyə rast gəlinmir? Plastidlərə rast gəlinmir. Cavab D variantı. Sonra burada başlanğıc sayı deyir en qədər olan anaerob bakteriya başlanğıc sayı en qədərdir. Fasiləsiz bölünməsi zamanı 3 saat ərzində, baxın bu hissəyə qədər bakteriya 3 saat ərzində bölünür. Bu sual həm də fənn olimpiyadasına düşən sualdır. 3 saat ərzində bölünüb. Gəlin 3 saatı dəqiqəyə də çevirək. Eləyir 180 dəqiqə. 180 dəqiqə. Deyir ki, A bura qədər 180 dəqiqə. Bəs B başlanğıc sayı n qədər A nöqtəsinə qədər dolmuşdur. Hə, qabın B nöqtəsinə qədər dolması üçün nə qədər vaxt lazımdır? Bax, şəkildən göründüyü kimi 200-dən sayı artıb 400-ə. Deməli, sayı neçə dəfə artıb? 2 dəfə artıb. Biz bilirdik ki, məsələn, bir bakteriya idi, sayı 2 dəfə artırdı, olurdu 2. Yəni, bakteriyalar 2 dəfə artmaqla çoxalır. Hər dəfədə bakteriyanın sayının 2 dəfə artmasına 20 dəqiqə vaxt sərf olunur. 20 dəqiqə. Deməli, burada 180 dəqiqə var, burada da 20 dəqiqə var. Onda nə varıq? 180 dəqiqənin üzərinə 20 dəqiqəni gəlirik. Cavabımız olur 200 dəqiqə. Deməli, AB nöqtəsinə çatmaq üçün neçə dəqiqə vaxt sərf olunub? 200 dəqiqə sərf olunub. Kox çubuğu adlandırılan canlının, bu bakteriyadır uşaqlar. Bakteriyaların daxil olduğu sahəni öyrənən elm bakteriologiya adlanır. Sonra qapalı qabda eyni növdən olan anaerob bakteriyalar əlverişli şəraitdə 20 dəqiqədən, baxın yenə qapalı qabdır. Qapalı qabda bakteriyalar bölünür, 20 dəqiqədən bir bölünür, 60 dəqiqə ərzində, baxın 60 dəqiqə ərzində qabın yarısını doldurub. Neçə dəqiqə vaxt sərf olunub bura? 60 dəqiqə. Nə qədərini? Məsələn, tutaq ki, x qədərini. İndi deyir ki, mənə 2x, yəni növbəti yarısını doldurmaq üçün. Neçə dəfə artıb sayı? 2 dəfə artıb. Bayaqki məsələmizin eynisidir. Hər dəfədə 2 dəqiqə artmasına, 2 dəfə artmasına neçə dəqiqə vaxt sərf olunur? 20 dəqiqə. Onda nə yazırıq? 60 plus 20 bərabərdir 80 dəqiqə. Deməli, uşaqlar, qabın B nöqtəsinə çatması üçün, yəni yuxarıya qədər çatması üçün neçə dəqiqə vaxt lazımdır? 80 dəqiqə. Sonra əlverişli şəraitdə 3 ilkin bakteriya hüceyrəsi 2 saat ərzində maksimum sürətlə bölünmüşdür. Bu zaman ərzində 2 bakteriyanın neçə fərdi bölünməyə məruz qalmışdır? Baxın, 3 bakteriya 2 saat ərzində bölünür. 3 bakteriyadan 6 bakteriya, 6 bakteriyadan 12 bakteriya, 12 bakteriyadan 24 bakteriya. Bu 1 saat ərzində baş verdimi? 21 saat. İndi növbəti 2 saatı doldururuq. 48, 96, 20 dəqiqə, 96-nı da 2-yə vururam. Neçə eləyir? 192. Bakteriyanın sayı oldu 192. Bəs bölünməyə məruz qalan bakteriyalar nəyə bərabərdir? Bölünməyə məruz qalan və yaxud da bölünən bakteriyalar. Bölünməyə məruz qalan. Bölünməyə məruz qalan bakteriyaların sayını tapmaq üçün əmələ gələn bakteriyadan, yəni 192-dən başlanğıc bakteriyanın sayını çıxıram. Eləyir 189. Deməli, əgər 3 bakteriyanın bölünməyə məruz qalan bakteriya sayı, 3 bakteriyadan bölünməyə məruz qalan bakteriya sayı 189-dursa, məndən 2 bakteriyanı soruşur. Bəs 2 bakteriyanın bölünməyə məruz qalan fərdi neçəyə bərabər olar? X də bərabərdir. İxtisar gedəndə burada qalır 63. 63-ü də 2-yə vuranda neçə eləyir? 126. Cavabımız olur 126. Bakteriya hüceyrəsinin spor əmələ gətirməsinə şərait yaratmayan mühitə əlverişsiz şəraitdə spora çevrilir. Yaratmayan dedikdə təbii ki, əlverişli mühit olar. Cavabımız olur D variantı. İzahımız bu qədər. Növbəti testlərin izahında bacardıqca çəkib paylaşacağım. Yəni müsabiqəyə qədər. Əgər başa düşmədiyiniz, nəsə çətinlik çəkdiyimiz məqamlar olarsa, yenə də deyirəm, WhatsApp-dan mənə yaza bilərsiniz. Hələlik.